Yanvarın 25'ində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, bəzi yerlərdə səhər zəif duman çiskin olacaq, şimal-qərb küləyi əsəcək. Temperatur gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur, temperatur 1-6 dərəcə isti gözlənilir. Azərbaycanın əksər rayonlarında hava yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 6-10 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti olacaq. Gecə və səhər bəzi dağ ətəyi və dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.